Marneolidə kəndə dəstək proqramı ilə görüşlər davam edir. Belə ki, əhali ilə birbaşa ünsiyyət bu dəfə Yeni Kənd, Daştəbə və Saymerlo kəndlərində baş tutdu. Görüşlərdə bələdiyyənin meri Sakreblu sədri və majoritar deputat iştirak etdi. Görüşdə kəndlərin ehtiyacları və ayrılmış büdcənin strateji bölgüsü müzakirə olundu. Onların əsas ehtiyaclarının infrastruktur və su təchizatı məsələləri olduğu müəyyən edildi. Kəndə dəstək proqramı çərçivəsində kəndin sakinləri ilə görüşlərimiz aktiv şəkildə davam edir. Qeyd etmək istəyirəm ki, kənddə yaşayan sakinlər aktiv şəkildə görüşlərdə iştirak edirlər. Onların təşəbbüsləri bizim üçün çox vacibdir. Onu vurğulamaq istəyirəm ki, bugün biz Daştəpə, Araflı və Saymerlo kəndində yerli əhali ilə görüşdük və onu da vurğulamaq lazımdır ki, bu proqram həm kəndlərdə yaşayan əhali üçün, həm kəndin abadlaşdırılması üçün öz tövhəsini göstərəcəkdir. Ümumilikdə bu proqram çərçivəsində 1.232.000 lari ayrılıbdır. Üç kənddə əhali ilə görüşdük. Bu proqram həm bizə əhali ilə görüşmə fürsəti verir, həmçinin əhalinin yerli özünü idarə etmədə büdcənin planlaşdırılması prosesində iştirakını təmin edir və dövlətimiz üçün, bizim hakimiyyət üçün önəmli proqramlardan biridir. Və bugün kənddə əhali ilə görüşərək həm onları narahat edən məsələləri müzakirə etdik, həmçinin yerlərdə onlar tərəfindən seçilən layihələri dinlədik. Kəndə dəstək proqramı çərçivəsində kəndə ayrılmış məbləğin kənddə hansı məsələnin həlli üçün xərclənməsinə sakinlər qərar verməlidir. Bu görüşlərin məqsədi də məhz budur. Biz sakinlərə imkan veririk ki, məbləğin nəyə xərclənməsinə özləri qərar versinlər. Kəndin ehtiyacları burada səsləndi. İnfrastruktura, yollar, təmizlik. Mən uşaq bağçasının əməkdaşı olaraq valideynlərlə birlikdə istəyirəm ki, uşaq bağçası üçün çardaq düzəldilsin. Bu həm kəndin görünüşü üçün əlverişlidir, həm də uşaqlar üçün.